Bir hədəfimizi və yaxud bir məqsədimizi ətrafdakılara danışanda sanki fikir verirsinizsə, onun həyata keçməsi bir o qədər də uzaqlaşır. Və siz həvəsdən düşürsünüz danışa-danışa. Niyə belə olur? Sizə heç maraqlı gəlib? Buna görə olur ki, siz elə bil ətrafdakılardan danışmamışdan qabaq, yəni ətrafdakılara danışmamışdan qabaq daha çox reaksiyanı gözləyirsiniz. Amma danışandan sonra o reaksiyanın daha aşağı səviyyəsini alırsınız. O dəstəyin, istədiyiniz dəstəyi almırsınız bəzən. Yəni bəzi insanlar sizin istədiyiniz, o görmək istədiyiniz dəstəyi vermir sizə. Məhz buna görə də sizin o yüksək motivasiyanız, yüksək hədəfləriniz ölmüş ola bilər. Buna görə də məhz bundan yəni çıxış yolu, ən yüksək yəni çıxış yolu nədir bilirsiniz? O hədəfinizi siz özünüz üçün dəqiqləşdirməmiş, yəni 99% deyərdim ki, yəni dəqiqləşdirməmiş, tam ona doğru, yəni hədəflərinizi dəqiqləşdirməmiş heç kimə danışmayın. Yalnız özünüz üçün bir sirr olaraq qalsın o.